Əziz Sport 1 izləyiciləri, hər birinizi ötürmə verilişində xoş gördük. Həmişəki kimi mən İlkin Sultanlı, Kamal Bayramovla birgə Azərbaycan futbolunda ötən həftə baş vermiş hadisələri diqqətinizə çatdıracağıq. Kamal, xoş gəlmisən. Xoş gördük. Azərbaycan Premyer Liqasının 28-ci turunda maraqlı 6 qarşılaşma izlədik. Demək olar ki, bu 6 oyunun 4-ü çempionatda bəzi məsələləri həll etmiş oldu. Başlayaq elə ilk oyundan. Sumqayıtda artıq Araz Naxçıvan bu mövsüm 4-cü stadionunu dəyişir. 4 stadiondan istifadə edib və Sumqayıtda köhnə Kapital Bank Arena, indiki Sokar Polimer Arenada Turan Tovuzu qəbul edir və Tovuz təmsilçisi 3-0 hesabı ilə qalib gələrək bir çox məsələlərə demək olar ki, aydınlıq gətirdi. Açığı riyazi hesablamalara görə Turan Tovuzun hələ ki Avrokuboklara getməmək şansı var, amma düşünürəm ki, Qurbanberdiyev və komandası artıq ən azı konferans liqasını təmin edib və bu qələbə sayəsində də mən varam dedi və mən öz yolumu irəliləyirəm, uğurla addımlayıram. Məncə təbrik eləmək olar artıq Tovuz camiyyəsi. Əlbəttə sevindirici bir halda 32 ildən sonra, yəni Turan yenidən bu turnirlərə qoşulmağı, həm də medallar sırasında olmağı bir Tovuzlu kimi məni də sevindirir. İndi yəni mən burada bir şəxsi kimi yox, bir Tovuzlu kimi cavab verirəm bu suala. Çünki hər kəs orada istəyir, futbolu sevirlər, futbolla necə orada yaşayırlar, biz onun şahidi oluruq. Adicə bu son oyunda ev oyunu keçirildi, siz oradaydınız. Hər kəs meydanda gördü ki, insanlar necə futbol üçün yaxşı mənada azdılar. Və ümumən aradakı xal fərqini də götürsək, çempionatın bir stresli vaxtına girmişik. Burada yuxarıda olan komandaların xal itirmə stresləri var. Aşağıda turnir cədvəlinin altında olan komandalar çempionatda qalmaq üçün mübarizə aparırlar. Amma bugün görünür ki, Turan has ki bu neçə illərdir bu dönəmə gəlib çatanda stresə girirdi və orada xallar itirirdi. Baxırsan ki, bu dönəmi aşa bildi, təcrübə topladı və bu gün də uğurlu yoluna davam edir. Mövsümün əvvəlində Ehtiram müəllim bir açıqlama vermişdi ki, Turan Tovuz bu il çempionluğa oynayır. Məndə olan məlumata görə əslində bu heç Ehtiram müəllimin öz fikri olmayıb. Yəni Ehtiram müəllim düşünüb ki, bu mövsüm ən aşağı hədəf, ən yuxarı hədəf, ən yaxşı halda Avropa Liqasına vəsvə qazanmaq, kubokun qalibi olmaq olub. Amma Qurbanberdiyev özü bildirib ki, yox, gəl komandanı futbolçulara aşılayaq ki, indidən növbəti mövsümün hədəflərini qururlar. İndidən komanda çempionluq yarışında özünü hiss eləsin. Əgər belə deyək də, Turan Tovuz, mən belə düşünürəm şəxsən, Turan Tovuz ev oyunlarını mövsüm başlayandan Tovuza geçsəydi, indiki şəraitdə bəlkə də Sabaha və Qarabağa qoşula bilərdi. Bax, indi burada belə bir məsələ var. Sezon başlayanda komandanın qarşısına bir çempionluq açıq şəkildə klub rəhbərliyi bunu hər kəsə bəyan elədi. Bu bir cəsarətli bir addım idi. Bir çoxları bunu qınamağa başladı. Sən hansı heyətlə bu yola çıxırsan, necə çıxırsan? İnsanlar qarşısına qoyduğu bir məqsəd var idi və komandalarına inandılar və o uğurun dalınan addımlarını, yəni öz tərzlərində addımlarını davam elədilər. Və götürəndə ki, məsəl üçün insanlar inanmırdılar ki, bəs sən Turan Tovuz olaraq heyətin ona çatmır, yetərli deyil. Və o insanlara da sübut eləmiş oldular ki, və bugünkü gündə 3-cü yer olmağı mən deyərdim ki, Tovuzun has ki, ondan öndəki komandalar var ki, onlardan büdcə baxımından da aşağı olmalarını nəzərə getirsək, bugün onlar üçün bir çempionluq kimidir. Hal-hazırda ikinci yer üçün də şansları böyükdür. Bəli, indiki situasiyada ikinci yer üçün şansları var. Çünki Turan Tovuzun həm Sabahla, həm Qarabağla oyunları var. Çətin bir dönəmə giririk. Mən bir balaca Araz Naxçıvan haqqında danışmaq istəyərdim. Araz Naxçıvan mövsümə yaxşı başlamışdı Elmar Baxşıyevin rəhbərliyində və sonradan komanda rəhbərliyi nədənsə Elmar Baxşıyevi göndərib, hansı ki qış fasiləsinə qələbə ilə yollanmışlar və aşağı yuxarı çempionluq mübarizəsində olan komandalardan 7-8 xallıq bir fərq var idi. O da böyük bir fərq deyildi və Avrokuboklar yarışının içərisində idi. Birdən-birə rəhbəri Elmar Baxşıyevi göndərdi və
yeni bir baş məşqçi Demçenkonu gətirdilər və ondan sonra artıq Araz Naxçıvan ardıcıl məğlubiyyətlər əldə etdi. İndiki dönəmdə də demək olar ki, Avrokuboklar şansını itirib. Riyazi olaraq var, yəni 15 oyun, 5 oyunluq bir macəra var və 15 xal inanmıram 5 oyunun 5-də də qələbə qazanıb 15 xal yığıb və rəqibləri də xal itirsin ki, ən azı 4-cü olsunlar. Rəhbərliyin atdığı səhv addım ucbatından Araz Naxçıvan ardıcıl 2 il Avrokuboklara yollana bilmədi. Rəhbərlik demişkən, klubun rəhbərliyi də dəyişilib. Artıq bütün media bundan danışır, bundan yazır və sabiq futbolçu, millimizin üzvü Neftçidə uzun müddət idman direktoru işləmiş, bir müddət Sumqayıtda işləmiş. Daha sonra Keşlədə də səhv eləmirəmsə idman direktoru vəzifəsində çalışan Ceyhun Sultanov klubun yeni prezidentidir demək olar. Çünki özü təsdiqləyib, artıq sənədləşmə işləri qalıb. Ceyhun Sultanovlu Araz Naxçıvan nələrə qadir ola bilər, nələr edə bilər? Bax, indi bir zamana baxaq ki, çoxdan da belə bir futbol adamı klub rəhbəri kimi görməmişik və bu bizim üçün də bir təcrübə olacaq. Yəni futbolumuz üçün bir təcrübə olacaq. İnşallah ki, xeyirlisi olsun. Biz həmişə istəmişik futbol adamları rəhbər şəxslərdən, yəni ən azı o sıralarda futbol adamları olsun. İndi bugün Ceyhuna belə bir şans gəlib, bundan necə istifadə edəcək və bunu necə dəyərləndirəcək, gələcək üçün necə komanda quracaq, bunu qarşıda görəcəyik, növbəti sezonda görəcəyik. Ən azından bizə düşən odur ki, biz uğurlar arzulayaq, işində Allah xeyir, bərəkət versin, yaxşı bir komanda formalaşdırsın. Bizim də arzumuz, niyyətimiz buydu ki, hansısa bir futbol adamı klublarımızın rəhbəri olsunlar. Artıq Ceyhun Sultanova bu şans verilib və ümid edirik ki, Ceyhun Sultanov bu şansdan çox yaxşı şəkildə istifadə edər. Əvvəllər deyirdik ki, Araz Naxçıvan, belə deyək də, yaxşı büdcəsi var, yaxşı bir klub rəhbərliyi var. Zahir Axundov da, yəni həqiqətən futbolu sevən və futbolu dəyər verən şəxslərdən biri idi. Yenə də onların nəzarətindədir, amma rəhbər şəxs olacaq Ceyhun Sultanov. Mən düşünürəm ki, ortalıqda tək qalıb və Ceyhun Sultanova bir dəstək lazımdır. O da elə Naxçıvan futbol azarkeşləri Ceyhun Sultanova çox böyük bir dəstək ola bilər. Ən yaxşı işi, ən ağıllı addımı komandanın yenidən Naxçıvana qaytarmaq olar. Bəlkə də biraz maddi sıxıntılar yarada bilər, yol xərcləri ola bilər, amma Naxçıvana qaytarsalar komandanın Ceyhun Sultanovun rəhbərliyində və orada da bəlkə sponsorlar tapa bilərlər, orada da dəstək ola bilərlər. Hər azından belə deyirik də, bir rəhbər şəxs gəlirsə, futbol adamı rəhbər şəxs olaraq gəlirsə, futbol klubunu öz doğma yoluna qaytarmalıdır. Bunu başqa kimdən istəyə bilərik? Yəni, futbol adamı bilir ki, komandaya azarkeş dəstəyi lazımdır, komandaya sevgi lazımdır. Naxçıvanda da futbol sevənlər çoxdur, Araz Naxçıvandan sevənlər çoxdur. Bakıda görürük də, yəni son 3 mövsümdə ən az oyunlarını, ev oyunlarını izləyən Araz Naxçıvan ev oyunlarıdır. Azarkeşlər gəlmir demək olar ki və bəlkə ötən mövsüm uğur qazandılar, konferans liqasında mərhələ keçdilər, amma yenə də ev oyunlarına azarkeş gəlmədi. Naxçıvanda olsaydı bu komanda, mən oynamışam da orada, Naxçıvanda. Oynamışam Naxçıvanda. Demək olar ki, tribunalar tam şəkildə dolurdu, dəstək yüksək səviyyədə idi. Bugün də bax qeyd etdiyimiz kimi Naxçıvana qayıtsa, orada da insanlar futbolu sevirlər, orada da istirahət günlərini həqiqətən də futbola həsr edirlər. Düşünürəm ki, dediyimiz, yəni Naxçıvana qayıtarsa çox gözəl komanda formalaşar orada. Zahir Axundovun Azərbaycan futboluna əməyi danılmazdır. Çox böyük işlər görüb. Mən bilirəm ki, bugünkü gündə də yəni Ceyhun Sultanov orada rəhbər şəxs olsa da, amma Zahir Axundov ona öz dəstəyini, öz köməyini hər zaman əsirgəməyəcək. Çünki Azərbaycan futbolunu çox yaxşı bilən və çox böyük işlər görən bir şəxsiyyətdir. Bəli, yəni rəhbər şəxs olaraq gəlib dərhal Avrokuboklara vəsqə verən bir komanda formalaşdırmaqdansa, yəni bu dəqiqə üçün mən düşünmürəm ki, Araz Naxçıvanın o qədər də büdcəsi olar ki, gələn mövsüm birbaşa Avrokuboklara oynasın. Buna gərək də yoxdur. Premier Liqada onsuz da mübarizə günü-gündən gərginləşir, günü-gündən rəqabətçi komandalar formalaşır. Artıq Premier Liqada qalmaq istəyə belə çətindir. Mən düşünürəm ki, Ceyhun Sultanov
futbol birlikləri ilə, idarəçiliyi ilə Naxçıvanda ilk 7-likdə, ilk 6-lıqda oynayacaq bir komanda formalaşdıra bilər. Hətta Araz Naxçıvana qayıtsa, bəlkə həqiqətən də aşağı büdcəli Avrokuboklara oynayacaq bir komanda formalaşdıra biləcək. İlkin hədəfi, yenə deyirəm, komandanı Naxçıvana geri qaytarmaq olmalıdır. Günlərlə danışılan və yenə də qalmaqallara səbəb olan bu mövsüm 3 Zirə Neftçi oyunu və yaxud da Neftçi Zirə oyunu olub. Üçü də qalmaqallarla bitib, hakim səhvləri ilə yadda qalıb. Yenə də elə oldu. Zirə Neftçi ilə heç elədi. Oyun barəsində danışmağa gərək var məncə. Amma birinci hissədə Neftçi çox yaxşı oyun sərgilədi. Hesabı açandan sonra komanda müdafiə çox oturdu. Açığı mən ilk dəfə idi ki, Venedubun komandasının bu qədər müdafiədə oturduğunu görürdüm. İkinci hissənin belə deyək də son 20 dəqiqəsində Zirə bütövlükdə üstünlüyə ələ almışdı və Venedubun komandasını, Rəşad Sadıqovun komandası qapanmağa məcbur etmişdi. Bəlkə də hesabın sonda bu nəticə ilə bitməsinin səbəbi də elə Venedubun belə deyək də geri addım atması oldu. Sən daha yaxşı təhlil edərsən oyunu, nə gördün oyunda? Bax, yenə də qeyd edirəm orada. Bax, indi elə bir dönəmə gəlib girmişik ki, burada. Deməli, ikisi də bir-birinə çox yaxın və o 4-cü yeri uğrunda demək olar ki, ikisi də bir-birindən amansızcasına mübarizə aparır. Və burada Neftçi öndə olduğu vaxtı hesabı qorumaq üçün məcburiyyətdən Zirə də qazanmaq üçün, hansı ki, o aradakı məsafəni itirməmək üçün istər-istəməz riskə gedir. Və belə hallar yaşanır. Amma Neftçiyə baxsaq son dönəmlər çox yaxşı futbol sərgiləyir. Gözəl bir komanda formalaşdırıblar orada. Belə hallar yaşanacaq. Hələ bundan sonraki turlarda daha çox stresli oyunlar olacaq. Az ki, komanda öz oyununu istədiyi formada meydanda nümayiş etdirə bilməyəcək. Çünki xal itirmə qorxusu, çünki burada getdikcə bu vaxt azalır. Demək olar ki, 5 tur qalıb və burada itirdiyin xalları bərpa eləmək, qarşıda məsəl üçün uzun bir marafon olsa, onu bərpa eləmək üçün vaxtın olur. Amma burada o vaxt yoxdur. Bu istər-istəməz futbolçularda təzyiq yaradır. Və o təzyiqə tab gətirən komandalar buradan qalib çıxacaqlar. Oyunun ən qalmaqallı epizodu təbii ki, Zirənin qol vurduğu an idi. Bir çoxları düşünür ki, qol qaydalar çərçivəsində vurulmayıb. Çünki Ruan Renato Brahim Konate'nin zərbə anında Kenan Pirçin görmə bucağını bağlayırdı və offside qeydə alınmalı idi. Türkiyəli mütəxəssislər də bundan bağlı öz fikirlərini bildirdilər. Hətta mən 1-2 hakimlə, sabiq hakimlərlə danışmışam. Onlar da bildirdilər ki, qaydalar günü-gündən yenilənir, hər şey ola bilər, amma orada son qərarı meydan hakimi verməlidir, yan xətt hakimi verməlidir. Onların da fikirlərindən belə başa düşdüm ki, offside qeydə alınmalı idi. Sən necə düşünürsən? Bax, biz oynadığım dönəmlərdə də, qapıda, yəni oynadığım dönəmlərdə belə hallar olanda rəqib hətta pasiv ofsaydı olduğu, topa toxunmasa, heç bir hərəkət eləmədiyi halda qapıçının görüntüsünü bağladığı yəni epizodlarda ofsay qeydə alınırdı. Oyundan kənar vəziyyət qeydə alınırdı. Bu da həmçinin çünki çox qısa bir məsafədir, yaxın məsafədir. Bu məsafə biraz İbrahim Konate'nin vuruş nöqtəsi biraz məsafə olsaydı, harasa bir 10 metr, 15 metrdə biraz uzaqdan olsaydı, onda o qeydə alınmaya bilərdi. Amma burada çox qısa bir məsafədədir və qapıçının görüntüsünü bağlayır. Düşünürəm ki, epizod ofsay olaraq qeydə alınmalı idi. Oyundan kənar olaraq qeydə alınmalı idi. Səncə hakimlər bu mövsüm Zirəni dartırlar yoxsa yox? Yox, bu barədə mən deyə bilmərəm. Zirəni dartırlar, məsəl üçün tutaq ki, digər komandalarımızı kimisə dartırlar. Bu barədə mən bir söz deyə bilmərəm. Amma ümumən hakimlər barəsində demək olar qışdan sonra yəni kobud səhvlərlə yadda qaldılar. Biz də istəyirik ki, onlar da düzəlsin. Yaxşı bir idarəçiliklə çempionatımızı izləyək. Amma çox böyük kobud səhvlərlə və hər tur demək olar ki, bu səhvlər davamiyyətlidir. Yəni bu bir siqnaldır. Bir siqnaldır ki, yəni Hakimlər Komitəsinə, digər şəxslərə ki, yəni bunlar haqqında bir tədbir görülməlidir. Yəni ola bilər ki, barda oturanın, ola bilər meydanda olanın hansınsa ya bugünkü qaydalara uyğun savadları çatmırsa, nəsə bir çətinlikləri varsa, onların üstə işləyib
və onları düzgün yönləndirir. Çünki bu klubları siz sıradan bir şey baxmayın. Bu klublar pullar xərcləyirlər. Futbolçular gündəlik məşqlərdə əziyyət çəkirlər və bir qərarlarla əvvəlki dönəmə geçsəydik. Əvvəlki dönəmlərdə bu VAR sistemi olmadığı halda biz hər şeyi normal qəbul edirdik ki, oyunun dinamikasında o da insandır, hər bir qəbul. Amma bugün VAR-da oturanlarımız böyük kobud səhvlərə yol verirlər və bunlara düzəliş eləməliyik. Biz bunlara düzəliş eləmədikcə həm ictimaiyyətdə, həm bu azarkeşlər arasında yəni bir aqressiya formalaşdırırlar. Həm özlərinə qarşı. Bunlar da insandılar, biz də bunları başa düşürük. Amma VAR-da oturanlar daha diqqətli olmalıdır. Meydan hakimi oyunun dinamikasında nəyisə səhv eləyə bilər. Bu normal qarşılayırıq. Bugün VAR-da oturan hakimlərimiz böyük kobud səhvlərə yol verirlər. Mən bir yazı yazmışdım və orada 5 epizod qoymuşdum izləyicilərin qarşısına. 5-i də Zirənin oyunlarındadır. 5-i də Avrokuboklar uğrunda vəsəqə qazanan komandalara qarşı, Turantovuz və Neftçiyə qarşı oyunlarda olan hakim səhvləridir. Bu niyə olur? Niyə olmalıdır? Niyə ancaq Turantovuz, Zirə, Neftçi oyunlarında bu hakim səhvləri olmalıdır? Siz o incələdiyiniz hakimlər eyni hakimlərdir və İnqilab Məmmədov və Əliyar Ağayev. Ya VAR hakimi olub, İnqilab Məmmədov, Əliyar Ağayev hakim olanda VAR hakim olmuşdu, kəllə vurma epizodu yadıma gəlirsə. Brahim Konate idi onda da. Turantov. Orada VAR-da İnqilab Məmməd olub, oyunda Əliyar Ağayev. İndi meydan hakimi İnqilab Məmmədovdur. 2 dənə penalti verilməyəndə Əliyar Ağayevdir. Eyni hakimlər, eyni komandalar aşağı yuxarı. Bu nə deməkdir? Bu bir komandanı ayrı seçki etməmək deyilsə, bir komandanı dartmamaq deyilsə nə deməkdir? Başqa bir adı varmı bunun? Bunu AFFA yazmışam, müraciət də eləmişəm, yəni yazıdakı bunu araşdırsınlar. Bax, hansısa bir oyunda şübhəli məqamlar olanda, yəni qurum tərəfindən araşdırılır, qurum tərəfindən yəni UEFA-dan siqnallar olur, digər şeylərdən. Yəni futbolçuların üstünə ciddən gedirlər. Yəni bununla bağlı ölkəmizdə yüksək səviyyədə tədbir görülür. Və siz dediyiniz şeylər, eyni şeylər təkrarlanırsa, məncə burada da bir araşdırmalar aparılmalıdır. 5 epizod, 5-i də sayırıq ki, kubokdur, Premier Liga oyunlarıdır. Zirə, Neftçi, Zirə, Turantovuz və yaxud da tərsinə də Turantovuzla, bəli, Turantovuzla çox böyük kobud, yəni o elə bir səhvlər idi ki, o elənilən səhvlər, yəni hətta bunu yenə də qeyd etmək istəyirəm. Bunu yəni sıradan bir futbolu bilməyən adam bilir ki, burada hansısa bir qayda pozuntusu var da, yəni bunu bilər. Yəni bunu bilməmək, məni ən çox orada narahat edən Cavid Cəlilovun həmən oyunda VAR hakimi olmağı və VAR-dan bir vaxtlar hakimlərə bu dərs deyən bir hakim olub da. Yəni seminarlarda izah olub, ən azından köməkçisi olub, bəli. Ən azından bu kimlərinsə köməkçisi olub və gənc hakimlərə, digərlərinə ən azından bir dərs izah edib, dərs keçib. Bu necə qərar verə bilməz ki, bu epizod necədir? Burada qaranlıq qalır. Bütün insanlara qaranlıq qalır, tək bizə yox. Yəni bu 5 oyun, 4 oyun cəzalar verilir. Bununla o klublar heç nə qazanmır. Yəni nə qazanacaq? Neftçi üçün bu mövsüm Avrokuboklar əldən getsə, birbaşa olaraq yəni hakimlərin səhvidir. Birbaşa hakimlərin Neftçiyə qarşı olan ədalətsiz və haqqına girməsi olacaq. Turantovuz finala çıxa bilməsə, eyni qayda olacaq. Sabah finala çıxa bilməsə, yəni birbaşa hakim, yəni 2 dənə epizodda sən ikisində də sən qərarı səhv olaraq verirsən və sonra bir üzrxahlıq istəyirsən ki, bəs səhv qərar verilib. Amma bu insan bir il ərzində bu futbolçular çəkdiyi əziyyət yekunda hansısa bir titul əldə etmək üçün mübarizəyə qoşulurlar və sənin 2 dənə verdiyin qərar bir illik işin üstündən xətt çəkir. Karvan Yevlax fırtınası əsməyə başlayıb 2 oyunda ardıcıl qələbə qazanırlar və öz gücündə olan rəqibləri məğlub edirlər. Əvvəlcə Kəpəzi 4-1 hesabı ilə məğlub etdilər. İndi də Şamaxını 1-0 hesabı ilə məğlub etdilər. Düzdür, Şamaxı daha yaxşı oyun sərgilədi. Açığı müdafiədə yaxşı oynadı Karvan Yevlax və mən də varam, düşməmişəm, siqnalını verir. Düşünürəm ki, indiki idman direktoru mövsümün əvvəlindən olsaydı,
indiki baş məşqçi mövsümün əvvəlindən olsaydı, bu komanda bir çoxlarına baş ağrısı olacaqdı və hətta mən düşünürəm ki, Qəbələ və Kəpəzdən daha yaxşı kadr toplayacaqdılar. Ümid edirəm ki, hələ mübarizə davam edir və 3 ardıcıl çətin qarşılaşmaları var. Sabahla oynayırlar, Neftçi ilə oynayırlar, Turantovuzla oynayırlar, ondan sonra Qəbələ ilə oynayırlar, ondan sonra İmişli ilə oynayırlar. Mən düşünürəm ki, əgər hər iki komanda Qəbələ və Karvan Yevlax bu 3 oyundan ən azı o çətin rəqiblərə qarşı ən azı 2 xal toplaya bilsələr, hansı 2 xal toplaya bilsələr, öz alanındakı o oyun çempionatdan düşən komandanı təyin edəcək. Hazırdakı motivasiya ilə, hazırdakı belə deyək, dəstəklə hər nə qədər də olsa da komandanın sonuncu olduğunu bilsələr də 1000-1200 azarkeş gəlir Karvan Yevlaxın ev oyunlarına. Bu özü də yaxşı bir şeydir. Qəbələnin ev oyunlarına 30-35 nəfər gəlir, 40 nəfər, 50 nəfər gəlir. Motivasiya baxımından bu dəqiqə üçün Karvan Yevlax daha öndədir. Bir məsələ də var ki, məsəl üçün Sabah Karvan Yevlaxı məğlub edib çempionluğu təmin etmək istəyir. Ondan sonra Neftçi Karvan Yevlaxı məğlub edib Avrokuboklara getməyi təmin etmək istəyir. Turantovuz bəlkə də gümüş medal təmin etmək istəyir. Bu baxımdan biraz bəxtəyə gətirmir. Bir baxımdan bəlkə də bir balaca da yuxarıdan aşağı baxırlar. Amma hər şey ola bilər. Ondan sonraki proses artıq özlərinin asılıdır. Qəbələ xal qazanmasa bu 3 oyunda, bunlar da 3 oyunda məğlub olsalar, düşünürəm ki, Karvan Yevlax Qəbələ oyunu özə Yevlaxda olacaq, çox çətin keçəcək və bəlkə də son Xəzərlənkədən Rəvan oyunundan sonraki tarixin ən yaxşı düşmə qalma maçı olacaq da, belə deyək. Oyun barəsində çox danışmağa gərək məncə yoxdur. Şamaxıda artıq motivasiya ölüb, komanda Premyer Liqada qalmağı təmin edib. Ən yaxşı halda tarixlərin ən yaxşı nəticəsini təkrarlamaq istəyərlər. Çempionatda 5-ci olmaq istəyərlər. Çünki Araz Naxçıvanı və Arxal fərqi o qədər də deyil. Araz Naxçıvanı və Sumqayıtı keçə bilərdilər. Məncə özləri də başa düşürlər ki, elə bu büdcə ilə bizə 7-ci olmaq yaxşı. Orada məsəl üçün bir keçən oyunların birində bir baş məşqçidə bir açıqlama verdi ki, növbəti sezon demək olar ki, yoxam. Mən düşünürəm ki, orada bir dəqiqə futbolçular yəni özlərinə gələcək taleylər haqqında fikirləşirlər. Növbəti sezon harasa gedəcəklər, klubda qalacaqlar. Necə olacaq? Mən düşünürəm bir dəqiqə orada futbolçular bu haqda düşünürlər. Zaten qarşılarında qoyulan məqsəd tamamilə missiyaları tamamlanıb və hansı ki oyunlar var orada özlərini çox mübarizə soxmaq istəmirlər. Amma Karvanla oyunda yaxşı mübarizə apardılar. Demək olmaz ki, yəni oyunu yola verdilər. Sadəcə qollarını vura bilmədilər, son nöqtəni qoya bilmədilər. Amma orada da hər şey bəllidir də, yəni Şamaxıda növbəti sezona futbolçular hazırlaşır ki, kim klubda qalacaq, kimi digər klublarla danışıqlara start verib bəlkə də. Yəni bu normal haldır. Kəpəz İmişliyə 0-1 hesabı ilə məğlub oldu. Bu nəticə ilə Aran təmsilçisi İmişli sonuncu olmayacağını qarantilədi. İndi qalır riyazi olaraq bir qələbə də qazansalar, artıq belə deyək də, playoff belə oynamayacaqları qarantiləşəcək. Başa-baş oyun getdi deyərdik. Hissənin sonlarına doğru həm birinci hissənin, həm də oyunun sonlarına doğru İmişli müdafiə oturmuşdu. Elə Azər Bağırov da mətbuat konferansında bildirdi ki, qapanan İmişliyə qarşı oyun sərgiləmək çox çətindir. Yəni bəli, bu komanda açıq futbol oynasa da, qapananda çox yaxşı müdafiə olunur. İmişlilər də bir qol vurdular və qapandılar. Mən bir balaca İmişli rəhbərliyi haqqında danışmaq istəyirəm. Mövsümün əvvəlində yadıma gəlirsə, yəni bütün futbol ictimaiyyəti bir söz deyirdi. Qeyri-peşəkar futbol rəhbərliyi heç nə eləmirlər. Bu komanda sonuncu olacaq. Komandanın içindən məlumatlar gəzirdi, forma tapa bilmirdilər, nə bilim, məşq eləməyə baza tapa bilmirdilər. Bunların hamısı həll olundu. Və bunların hamısının, belə deyək də, bütün fikirləri alt-üst elədilər. Kamran Eyübovun komandası rəhbərliyindəki idarə heyəti göstərdi ki, yenilikçi fikirlərə açıq olmaq lazımdır. Bəli, və konkret olaraq kim nə deyirsə, onu etmək lazım deyil anlayışını tətbiq eləməyə başladılar.
İmişlidə stadion var, amma o stadionun rəhbərliyi pul tələb edir, təmir elə deyir, sonra da icarə haqqı ver deyir. Bundan razı olmurlar. İndi başlayırlar stadion tikməyə, bəlkə də indi artıq atıblar Afan üstünə bu məsələləri. Amma çıxdı meydana bildirdi ki, mən stadion tikməyə hazıram, tikəcəm də, qalacağıq da. Komanda sonuncu olacaq deyirdilər. Düşməyə ən böyük namizəd İmişli deyirdilər. Komandanı 8-ci pillədə qərarlaşdırıb böyük təcrübəsi olan Qəbələni qabaqladı. İllərdir Premyer Liqada olan Kəpəzi qabaqladı. Sabahın yeganə məğlubiyyəti İmişlidəndir. Yəni nə qədər qəribə olsa da İmişlidəndir. Və özü həmin oyunda çox yaxşı futbol oynayırlar və Sabahın yetirməsi qol vurdu Sabaha. Və bu işlərin 90%-ni həll edən şəxs demək olar ki, Kamran Eyübovdur və onu təbrik eləmək olar. Və son bir işi qaldı məncə. İndi bəli, hədəflərimiz var. Hədəflərimiz gələn mövsümdən Avrokuboklara oynamaqdır filandır. Bu addımları fikirləşdilər, amma məncə tələsməyə gərək yoxdur. İmişdə elə stadionsuz, əgər Bakıda oynayacaqsa, Qubada oynayacaqsa, Ağsuda oynayacaqsa fərqi yoxdur. Avrokubok hədəfindən öncə İmişdəki o stadionu tiksələr, İmişdəyə qayıtsalar daha yaxşı olar. Nəyə lazımdır tez bazar Avrokuboklara getmək? O büdcə də yoxdur, o sponsor məncə dəstəyi də yoxdur. Komandanın sponsor dəstəyini də bir də artırmaq üçün işlər görsələr, özü biznesmendir, biznesin sirlərini bilir, daha yaxşı olar. Məncə İmişli rəhbərliyini bu mövsümki çıxışına görə xüsusi olaraq təbrik etməyə dəyər. Bəli, bax, mən əvvəlki verilişlərimizdə hələ çempionatda təzə-təzə başlayanda İmişlinin yaxşı bir kollektiv formalaşdırdığını, yaxşı bir futbol sərgilədiyini, bir dönəm eniş düşüş olacağını, o da ki normaldır, yeni komandadır, futbolçular hələ bir-birinə tam adaptasiya olunmayıb, komanda tam formalaşmayıb, amma gözəl bir komanda formalaşdırıblar. Məsəl üçün, Azər Salahlı kimi bir futbolçunu İmişliyə cəlb eləmək, orada bir çox legionerlər var, onları ora cəlb eləmək həqiqətən də görülən işlərin böyüklüyünü göstərdi. Yəni, bugünkü gündə bir komandada kapitan çox önəmlidir. Bəli. Azər Salahlının yəni ora cəlb olunması, orada bugünkü gündə bax son oyunda da yəni lazımı qolunu da vurdu və komandada idarə olunması, soyunub geyinmə otağının içini idarə etməsi o böyük üstünlükdür. Rəhbərliyi təbrik edirəm ki, baş məşqçi seçimində, futbolçuların seçimində, yəni bugünkü yanaşmalarında böyük işləri gördülər. Və inanıram ki, gələcəkdə öz stadionlarda olacaq, öz azarkeşlərin qarşısında futbol oynayacaqlar və daha yaxşı İmişli görəcəyik, daha yaxşı futbol izləyəcəyik İmişlidən. Və çətin dönəmləri indi başlayır, yeni mövsümdən başlayır. Çünki yenə də baza problemi yaşayacaqlar, yerləşmə problemi yaşayacaqlar və artıq heyətindən oğurlanmaq istəyən futbolçular var. Deyək ki, Almeydanı Turantovuz istəyir, Sumqayıt istəyir, maraqlanan futbolçular Zirə də maraqlanır bildiyimiz qədərlə. Juninho ilə də həmçinin maraqlananlar var. Daha çox müdafiəçilərlə, Ronaldo ilə, Banguera ilə maraqlananlar var. Bu komandanı saxlaya bilsə, daha da təkmilləşdirəcək bir-iki transferlər də eləyə bilsələr, sözün əsl mənasında gələn mövsüm üçün 6-cı, 7-ci yerlər üçün oynaya bilərlər, Şamaxını əvəz edə bilərlər. Çünki büdcələri mən bildiyim qədərlə Şamaxıdan daha çoxdur. Və İmişlinin tək bu dəqiqə çatışmayan məsələsi ev məsələsidir. Yəni normal evləri də olsa, stadionları da olsa, bəlkə də həqiqətən də o Avrokuboklara hədəfləmək haqqında düşünmək olar. Bax, pullar sərf edirlər, burada ortada pullar xərcləyirlər. Bu komandanın yol xərcləri, hər şey. Amma bir komanda bir yerdə məskunlaşmalıdır, bir yerdə formalaşmalıdır, bazı şərait olmalıdır. Yəni bugün buradan ora, sabah oradan bura bu komandaya bir növ yorğunluq gətirir, psixoloji yorğunluq gətirir, təzyiq altına salır, öz azarkeşin olmadığı halda və digər komandaların azarkeş qarşısında oynadığında bu da sənə mənfi təsir edir. Amma yanaşmaları, bugünkü gündə yeni bir komandaya qarşı yanaşmaları çox yaxşıdır. Bizdə çatışmayan şeyləri bunların öz meydanları, öz azarkeşləri, öz bazı şəraitləri olmamasıdır. Əlbəttə buradan gedənlər də olacaq, yeni gələnlər də olacaq. Bu istər-istəməz bu qan dəyişikliyi olacaq komandada.
Yanaşmaları sevindirir və düşünürəm gələn ilə daha yaxşı formada komanda formalaşdıracaqlar. Kamal Kəpəzin dərdi nədir? Bax orada oyundur, məğlub oldular. Məğlubiyyətdən sonra biraz azarkeşlərlə də baxıram ki, arada bir gərginlik yaranıb. Qapıçı Yusif İmanov və digər azarkeşlərlə bağlı. Mən o məsələni aydınlaşdırım. Düz gözümüzün qabağında oldu. Bax sənə uduzmusan, dəfələrlə bəlkə başqa gəlib. Uduzmusan, azarkeşin biri qayıdıbdır ki, şərəfin olsun, mənliyin olsun, onu niyə satırsan? Nə reaksiya verərdin? Yox, kimisə təhqir eləmək, ümumən nə futbolçu azarkeş, nə azarkeşin futbolçunu təhqir eləmək deyə bir şey yəni xoş qarşılanmır. Bizim ən azından Qafqazlı olaraq mentalitetimizə uyğun bir şey deyil. Yəni, məsəl gətirəcəklər, başqa ölkələrdə belə söyüşlər söyülür, təhqirlər olur. Ümumən heç kimi təhqirləməyə, tənqidlər eləyə bilərsiniz, öz iradlarınızı, fikirlərinizi bildirə bilərsiniz. Gəncə azarkeşlər də bizim üçün dəyərlidir. Yəni, onlar da futbolu sevən, futbol üçün yanan insanlardır, amma ən azından bir insanın şərəf və ləyaqətinə toxunmaq olmaz. Futbolçu olmur, istər yəni bank işçisi olsun və digər şəxslər olsun, fərq eləmir. Mən düşünürəm, bax, bu dönəmdə komanda azarkeşləri birləşməlidir. Komandasının arxasında olmalıdır. Bu dönəmdə, bu məğlubiyyətdən sonra komandanın biraz da baskı altına salıb, komandanı stresə salmağa ehtiyac yoxdur. Azarkeşlər birinci növbədə komandasının arxasında olmalıdır. Böyük şəhərin böyük komandasıdır. Yəni Gəncə ikinci böyük şəhərimizdir və onun belə bir gözəl komandası var, hansı ki daha yaxşı stadionu formalaşandan sonra, düzələndən sonra öz meydanına qayıdacaq və bu dönəmdə həssas bir andır. Komandanın arxasında olmalıdırlar, komandaya dəstək olmalıdırlar. Demək, Yusif İmanov da cavan bir futbolçudur. Bunun üstünə bu qədər biz baskıya getməyək. Yəqin ki, haradasa orada bir təhqir edici ifadə olub. Oyundan çıxan futbolçu təzyiq altında olur, yüksək təzyiq altında çıxır o. Ona hətta hansısa bir xoş söz desən də bəlkə də biz təsir eləyə bilər. Bu normal bir şeylərdir. Azarkeş futbolçular arasında olan bir şeylər. Bizim dönəmdə də yaşanıb. Və düşünürəm, Yusif İmanovla azarkeşlər və digər futbolçular birləşsinlər və növbəti oyunlarda Kəpəzi yuxarı aparmalıdırlar. Və bu, ola bilər, bu yaşanan bu proses var. Növbəti oyunda komandanın ayılmasına təsir edir, yaxşı cəhətdən komanda ayılmalıdır. Məncə bu Azər Bağırovun bir balaca məşqçi olaraq boşluğudur. Çünki özü də deyir ki, mətbuat konferansında ardıcıl 4 oyun məğlubiyyətsizlik seriyasından sonra futbolçularda euforiya yaşanmağa başladı və futbolçular bir balaca özlərini təkəbbürlü aparmağa başladılar. Bunu da, bax, sən məsələ nədir? Mənim dərdim bax budur da, qardaş. Bu işin rəhbəri kimdir? Bunu gəlib, tutaq ki, klubun prezidenti tənzimləməli deyil ki, klubun, nə bilim, masajisti eləməli deyil ki, onu komandanın baş məşqçisi həll eləməli də bu problemi. Sən Qarabağ udandan sonra sənin futbolçularında euforiya yüksəkliyi yaşayırsa, sən ona psixoloji olaraq başa salmalısan, taktiki olaraq başa salmalısan ki, qardaş, 7 eləyə bilərdik. Rəqiblərə bax, Kəpəz məğlubiyyət, Qəbələ, Kəpəz oynayır Qəbələ ilə məğlubiyyət, Kəpəz oynayır Karvan Yevlaqla məğlubiyyət, Kəpəz oynayır Şamaxı ilə məğlubiyyət. Yəni, Kəpəz oynayır, üzr istəyirəm, İmişli ilə məğlubiyyət. Özünlə başa-baş səviyyəli komandalara qarşı sən oynaya bilmirsən. Bax, birinci oyunda euforiya yüksəkliyi oldu, başa düşdük. Ondan sonrakılarda toparlanmaq lazımdır. Bu futbolçular toparlaya bilmirsənsə, artıq sənin məşqçi keyfiyyətində bir problem var. Qarabağın da məğlubiyyətlər olur, xal itkilər olur. Niyə Qurban müəllim çıxıb o söz demir ki, futbolçuların euforiya qapanıblar, belə bir şey olur. Təcrübə fərqi. Zaten futbolçuların hansı halda olmağı, bugünkü dönəmdə hansı səviyyədə olmağı, hansı halda olmağı, bu hamısı baş məşqçi ilə bağlı bir şeydir. Yəni, oyuna motivasiya olmağı, oyuna hazırlaşmağı, fiziki durumu, hər bir şeyinə cavabdeh olan şəxs sənsən. Futbolçu euforiya qapanıb, deməli, sən boşluq veribsən buna. Sən harasa buna azadlıq, boşluq veribsən və yaxud sən onda oyun yaradıbsan. Çempionatımızda məşqçilər var ki, onların futbolçuları euforiya qapanmırlar. Düşmək, qalxmaq dönəmləri olur, eniş, yoxuş dönəmləri olur, amma euforiya qapanmaq mən çox az məşqçilərdən də eşitmişəm.
Bir məşqçi əgər deyirsə mənim futbolçum euforiya qapanıb, məncə futbolçusunda yox, birinci özündə axtarsın onu. Müəyyən situasiyalara şahidlik edirik ki, Kəpəzdə bəzi şəxslər öz məqsədlərinə çatmaqdan ötürü azarkeşlərdən də sui-istifadə edirlər. Bəzi azarkeşlər var ki, oturub Kəpəzin məğlubiyyətini sıxırlar. Bu özü bir pis nüansdır. Gəncəyə qayıdır Kəpəz. Böyük ehtimalla Neftçi oyun Gəncədə keçiriləcək. Stadionla bağlı xoş xəbərlər gəlir. Mən bu təbii ki, rəhbərin işləri deyil, sözsüz dövlətin gördüyü işdir. Amma yəni bir idarə etmə sistemi formalaşıb orada, bir yaxşı aşağı-yuxarı Azərbaycan Premyer Liqası üçün, Azərbaycan çempionatı üçün yaxşı bir məşqçi var. Mən əminəm ki, play-offda qalsalar belə, play-off oynasalar belə Kəpəz play-offdakı rəqibi məğlub edəcək. Çünki aşağı-yuxarı elə bir sistem qurub ki, 11 legionerlə bu çıxacaq, o aşağıdakı komanda 7 legionerlə çıxmalıdır. Azər Bağırov oyunu oynasın, ümumiyyətlə karyerası uduzsa, ümumiyyətlə karyerasını bitirsin, ümumiyyətlə futbolla bir də məşğul olmasın, mən məşqçiyəm deməsin, həmin oyunu uduzsa, hansısa bir bağışlanmaz bir məğlubiyyət olar. Ona görə də dəstək olmaq lazımdır, yeni bir mərhələyə keçmək lazımdır. Yeni mövsüm başlayır, onun planlarını yenidən bəlkə də qururlar, bəlkə də qurmaq istəyirlər. Gəncədə olacaq, Gəncədə azarkeş sayı çox olacaq. Gəncədə toy bayram olacaq, Kəpəzin Gəncəyə qayıtmağı. Hər oyundan sonra belə səs-küy, futbolçularla dava dalaş, həm belə futbol ictimaiyyətini də yorur, həm azarkeşlərin özünü də yorur, həm biz belə jurnalistləri də yorur. Nə qədər mənfi şey yazmaq olar bir komanda haqqında. Allahın səvali haqqında bu qədər yazmırdıq, amma bu dəqiqə çalışıb provokasiyaya getməmək lazımdır. Bəli. Provokasiyalara getməmək lazımdır, çünki yəni bu son dövrdə komandamız əgər Gəncədə istəyirsinizsə, yüksək liqada istəyirsinizsə, bu xırda detallar var ki, hansı ki futbolçu ilə, məşqçi ilə və yaxud rəhbərliklə, digər şəxslərlə hansısa bu münaqişələr var. Sezon qutarar, ondan sonra düşərsiniz, oturarsınız, bu haqda şəhər olaraq, klub olaraq bir məsləhətləşmə edirsiniz. Amma bu dəqiqə bu hansı ki bu işləri qaynadan var, demək olar ki, belə bir şeyləri qaynadıb onlara qoşulan insanlar da onların provokasiyasına gedir və bu birbaşa olaraq Kəpəzin aşağı düşməsinə səbəb olacaq. Və buna heç kəs istəməz ki, Kəpəz kimi bir komanda aşağı geçsin və buna azarkeş olaraq, Gəncə şəhər olaraq, böyük insanlar olaraq, ağıllı insanlar olaraq buna icazə verməyin. Dünyada necədir? Mövsümün ortasında kimi baxırlar ki, komanda ya Avrokuboklara, ya çempionluğa doğru oynaya biləcəklər, ya da ki, düşməyə. Artıq şəhərin əhalisi, klubun azarkeşləri görəndə ki, komanda düşməyə doğru oynayır, başlayır ona düşmə tərzinə uyğun motivasiya verməyə. Və Gəncəlilər görməlidir ki, yəni bu mövsüm alınmadı da, yəni normal komanda formalaşdıra bilmədilər. Bundan qabaq da onsa formalaşdıra bilməmişdilər. Ondan qabaq da formalaşdıra bilməmişdilər. Heç bu komanda çempion olub birinci Premyer Liqaya gəlməyib. Yəni orada bir problem var da. Yəni stadion pis gündə idi, nə bilim, komanda pis gündə idi, büdcə yox idi, sponsor yox idi. İndi son 5 tur qalıb və komanda uçuruma doğru gedir. Bəlkə də yəni riyazi olaraq sonuncu olmaq şansı da var. Yəni sonuncu olmaq şansı var. Bundan sonra hər bir şey ola bilər də. Yəni Karvan Yevlax 5 oyunun 5-ini də uddu, Kəpəz də 3 oyunu dalbada udzur. Gəldi, düşdü axırda. Və onun olmaması üçün, elə Avropa futbolundakı kimi, dünya futbolundakı kimi komandanın düşməməsi üçün son turda elə olur ki, məsəl üçün də La Liqada son turda bir komanda udur, gəlir qalır La Liqada. Bütün azarkeşlər tökülüşür stadiona, başlayırlar futbolçular öpməyə, qucaqlamağa. Elə bir çempion oldular. Elə bir çempion oldular ki, şükür Allaha ki, biz La Liqada qaldıq, nə bilim, Süper Liqada qaldıq. Amma bizdə nədə oyun qutarır, siz niyə bu vəziyyətdə düşmüsünüz, siz niyə bu gündəsiz? Elə bir ki, futbolçuları olsa axırıncı olmamaqdan canını qurtarırlar, şükür edirlər. Üzlərinə vururlar ki, yox, siz bacarıqsızsınız da. Belə biraz situasiya çətindir, yəni belə olmamalıdır. Yəni bu çətin dönəmdir. Burada komandanın arxasında olmaq, komandaya dəstək olmaq, bu kiçik münaqişələr, kiçik detallara, bu şeylərə girməmək uduza bilər. Növbəti oyun siz daha yaxşı dəstək olun, daha yaxşı motivasiya verin, deyin, arxanızdayıq, qoyulsunlar. Burada provokasiyalar da olacaq. Bilirsən ki, futbolun içində bunlar var, normaldır, həmişə olub. Provokasiyaya qoşulmağa gərək yoxdur, getməyin, komandamızı dəstəkləyin. Sumqayıt
uzun müddətdən sonra qayıb gəldi. Qəbələyə məğlub etdi bir sürü. Hözəl Hafidini vurdu qolla. Kimyaçılar turnir cədvəlindəki mövqelərin rahatlaşdırdılar və rəsmi olaraq garantiləndi ki, yəni Sumqayıt Premyer Liqanı tərk eləməyəcək, ümumiyyətlə heç play-off da oynamayacaq. Əslində bu büdcə ilə bu belə deyək də futbolçularla Sumqayıtda uyğun bir nəticədir. 5-ci də ola bilərlər. Yəni arazını açmanı keçə bilərlər. Bu mövsüm üçün elə bu baş məşqçi ilə bundan artığını etmək olmazdı. Əslində yəni mövsümün əvvəlində çox ümidli başlamışdı, çox iddialı başlamışdı, ardıcıl qələbələr qazanırdı. Saşa İliçin gəlişi komandaya yaxşı motivasiya vermişdi. Nə oldusa o qış fasiləsindən sonra klubun rəhbəri ilə baş məşqçi arasında olan problemlər qabarıq şəkildə özünü biruzə verdi, yoxsa futbolçular mı baş məşqçinə, yəni konkret olaraq səbəb bilinmir. Amma hər tur Saşa üçün bir bəhanəsini işləyir. Yəni fərqi yoxdur da, bəlkə də az qalsın desin ki, İran-Amerika müharibəsi bizim oyunumuza təsir edir. Yəni bəlkə də bunu da deyə bilərdi də, yəni Saşa İliç. Şükür olsun ki, bu oyunda qələbə qazandılar və burada da narazılığını bildirdi ki, oyundan xoşum gəlmədi. Uzun müddətdən sonra ilk dəfə normal baş məşqçi bir açıqlamasını görmüş oldum mən ki, yəni komandanın oyunun zəif olduğunu bildirdi və futbolçuları tənqid elədi. Bu fikri bir dəfə səsləndirmişdim, yəni səsləndirirəm. Qəbələlər qəbələni sevmirlər. Ən böyük problem budur. Çünki ev oyunlarına da maksimum 150-200 nəfər azarkeş gəlir. Elə ən yaxşı vaxtlarında da çempionat oyunlarına bir Qarabağla oyunlarda, bir Neftçi ilə oyunlarda çox azarkeş gəlirdi. O da çoxsu Qarabağ və Neftçi azarkeşləri idi. Qəbələrin problemi, digər problemi də rəhbərlikdə olan idarə etmə səhvidir. Çempionatı və çempionatda olan futbolçuları normal dəyərləndirə bilmədilər və çempionat başlayan kimi də dərhal pul söhbətləri elədilər. Akademiyamız batır, bizə dəstək olun, nə bilim, büdcəmiz digər klublara nisbətən daha azdır, dəstək olun. Elə ancaq belə deyək də, dəstək olun, özləri nəsə düşünmədilər. Və özləri bazarı və Premyer Liqanın gücünü dəyərləndirə bilmədilər. Çünki legioner limiti ləğv olunmuşdur, düşündülər ki, əgər sən akademiyaya dəstək axtarırsansa, sən düşünməlisən ki, sənin akademiyanda problemlər var. Akademiyanın futbolçularla sən bu mövsüm Premyer Liqada normal oyun sərgiləyə bilməlisən. Bunu dəyərləndirə bilmirsənsə, başqasında günah axtarırsansa, demək ki, bu komanda ilə bu mövsüm Premyer Liqada play-off oynamağa layiqdir. Qış fasiləsindən sonra düzələcək deyildi, getdilər. Gələn futbolçulara baxırsan ki, yenə elə aşağı-yuxarı elə komandada olan legionerlərlə eyni səviyyədədir. Afrikaya gedən Turan Manafovu götürdülər, gəldilər. O da heç bir şey eləyə bilmədi. Hansı ki, başqa bir futbolçular var idi. Onlara, bilmirəm, özləri mi qəbul eləmədilər, Qəbələyə gəlməyə adları çəkilən futbolçular var idi. Özləri mi qəbul eləmədilər Qəbələyə gəlməyə, yoxsa o pulu vermədilər mi? İndi artıq o Qəbələ rəhbərliyinin və həmin futbolçuların öz işidir. Şiddəcək bir şey yoxdur. Yəni bir möcüzə olmasa Qəbələ play-offda oynayacaq, belə görsənir. Möcüzə ola bilər ki, Karvan Yevlaq Qəbələni keçsin. O ola bilər. Ondan ehtiyat edəsin. Amma bir qələbə ilə heç olmasa indi Şamaxı ilə oyunlar var, İmişli ilə oyunlar var. Burada hər iki komandanın Kəpəzlə Qəbələnin ikisinin play-off oynama şansı var. Bəli. Mən üzülərək deyirəm, yəni Karvanın onlara gəlib çatmasını mən o qədər düşünmürəm. Yəni amma bu iki komandadan biri oynayacaq. Bəlkə də onlar rahatladan da elə bu situasiyadır və vəziyyətin pisləşməsinə daha da səbəb olan. İmişli də getdi yuxarı, yəni ən azından qarşıdakı turlarda bir xal, bir 100 xal kimləsə qopardacaq. Yəni bu iki komandanın Kəpəzlə Qəbələnin də bax bugünkü gündə bu situasiyada olmağı, yəni həqiqətən üz-üzüdür. Yəni Qəbələdə o elə bir gözəl, yəni futbol üçün istənilən hər bir şərait orada var da. Yəni Azərbaycan heç bir klubunda elə bir şərait yoxdur. Bir-iki veriliş qabaq Tovuz haqqında bir-iki söhbət elədik. Hansı ki Tovuzda deyirlər o baza tikilməyi olmuş. İndi getdin, özün də gördün, oradaydın sən. Yüksək səviyyədə baza tikilib. Gördünüz, bazanın içində gəzdiniz. Hər bir şərait var. Ondan sonra stadion yüksək səviyyədə. O törtüyü problem var idi, o törtüyündə düzəltdilər onda.
aşağıda tikilən bazanı. Bəli, çox gözəl. Çox çayın qırağında gözəl, qırağında gölü, yeni stadionlar, o hər şey futbol üçün elədir. Qardaş, Və aşağıdakı uşaqları da gördük, açıq, balaca uşaqları da gördük. Və buradan sənin də verilişindən fürsətdən istifadə edirəm. Dünən Turan Tovuz Voleybol klubu Azərbaycan çempionu oldu və çox sevindirici haldır və son dövrdə Tovuzda idmanın bu qədər inkişafı, Tovuzların, Tovuzu sevən insanların öz yatırım eləməyi, idmana, gənclərimizə, Tovuzun inkişafı üçün yatırım eləməyi çox qürur verici bir hisslərdir. Buradan da Turan Tovuz Voleybol klubunu təbrik edirik. Onların rəhbərliyini təbrik edirik. Qısa bir müddətdə möhtəşəm bir komanda və gözəl qələbələrlə çempion oldular. Onlara da qarşıdakı Avropa oyunlarında uğur arzulayırıq. Mövsümün oyunu adlandırmaq olardı bu qarşılaşmanı. Son 10 mövsümün ən çox azarkeş gələn Premyer Liqa qarşılaşması idi. 17.000 azarkeş oyunu izlədi. Və düzdür, burada Qarabağ rəhbərliyinin də xüsusi bir təşəbbüsü var idi. Forma ilə gəl, bilet pulsuz olsun, bir kampaniya dedilər. Alqışlanası kampaniyadır. Çünki onsuz da çempionat oyunlarında belə deyək də Qarabağın o bilet satışından əldə edəcəyi maliyyə o qədər də böyük bir şey deyildi və çox gözəl bir kampaniya oldu ki, 17.000 azarkeş oyuna yığıldı. Azərbaycan kubokunda da 24.000 azarkeş yığılmışdı. Aşağı yuxarı eyni kampaniyaydı. Xanımlara pulsuz olur bilet, uşaqlara pulsuz olur. Və Qarabağ rəhbərliyini bu məsələlərə görə təbrik etmək və təşəkkür etmək olar ki, çempionatda da Çempionlar Liqası səviyyəsində bir oyunların təşkil etməsinə şərait yaradırlar. Sabah qarşılaşmada qalib gəldi və Qarabağ 1-0 hesabı ilə məğlub etdi. Artıq Sabahı çempionluq münasibəti ilə təbrik etməyə dəyər. Bir qələbə artıq Sabahı rəsmi olaraq çempion edəcək və Sabah bu mövsüm yazılanlara rəğmən, deyilənlərə rəğmən, azarkeşin az olmasına rəğmən qalib oldu. Qalib olmağa böyük addım atdı. Nəyə görə? Çünki Sabahda komanda və baş məşqçi, həm də rəhbərlik bunu arzulaşması üçün hər şey etdilər. İstəyirdilər. Xaybullayev karyerasında ilk gol vurdu. Ən vacib oyunda gol vurdu. Mikes psixoloji olaraq çökmüşdü. Valdas Dambraskas onu yenidən bərpa elədi. Meydana sonradan girən futbolçular da qələbə qazanmaqdan ötürü əlindən gələn edirlər. Puxaç müsahibəsində deyir ki, biz qırmızı vərəqə alandan sonra 5-li müdafiəçi saldı məşqçilərimiz. 5-li müdafiəyə keçdik. Mövsüm ərzində ilk dəfə ki, biz 5-li müdafiə oynuyorduk. Elə oynardıq ki, sanki mövsüm ərzində bütövlükdə 5-li müdafiə oynamışıq. Yəni bu artıq məşqçi işi, rəhbərliyin pul buraxması falan deyil. Futbolçuların özünün artıq belə də o çempionluğa ac olması deməkdir və futbolçuların özünün çempion olmaq istəməsidir. Həm yerli futbolçular olsun, həm əcnəbi futbolçular olsun və Malda da deyir ki, mən Çempionlar Liqasında oyundan sonra müsahibəsində Çempionlar Liqasında oynamaq mənim üçün fantastik bir şey olacaq. Hansı ki, bu Floran Maldanın oğludur. Çempionlar Liqasında oyunlar görmüş bir şəxsin oyunudur və bunun oğlu hazırda Azərbaycandadır və Çempionlar Liqasının təsdiqatında oynamağı özü üçün fantastik bir şey hesab edir. O futbolçuların o məqsədə çatmaq aclığı, istəyi Sabahı bu mövsüm çempion edir. Və təbii ki, rəhbərliyin də yaratdığı şərait. Gəlin unutmayaq ki, Sabah yarandığı gündən bəri heç vaxt stadion dəyişməyib. Ancaq masazırda heç vaxt onların o törtüyündə hər hansı bir problem olmayıb. Hətta 2 stadion var eyni bazada və əvəzli komanda da yenə Masazırda oynayır, 2-ci stadionda oynayır. Evet. Onlar da heç vaxt stadion dəyişməyiblər. Təbii o törtüyündədir. Özlərinə yeni bir baza, yəni Azalım bazasını, köhnə stadionunu götürdülər, özləri üçün baza verədilər. Akademiya üçün də Askarenanı götürmüşdülər, yenidən də orada işlər gedir. Bir sözlə Azərbaycan futbolu üçün nələrsə etməyə çalışırlar. Yəni sıradan gəlib bura çıxmırlar. Yəni iş görə gəlib çıxırlar bura. Oyun baxımından nə danışaq? Gərgin oyun oldu. Yəni oyun baxımından da danışılası bir şey deyil, amma Sabaha ilk növbədə uğurlar arzulayırıq. Biz də qoşuluruq, biz də təbrik edirik. Çox güman ki, çempion olacaq. Çünki
bunun üçün böyük addımlar atdı. Qarabağ bizim üçün hər iki komanda, yəni zaten Qarabağ da Sabah da bizim üçün doğma komandalardır. İnşallah Qarabağda yenidən toparlanmaq, gələn sezon üçün yaxşı bir komandanı yenidən formalaşdırmaq, yenidən bu mübarizəni davam etdirmək arzusundan. Yəni ümumən ikisi də yüksək səviyyəli bir komandadır. İkisini də oturub qarşı-qarşıya analiz etdiyimiz halda yəni burada aşağı-yuxarı eyni bir komandadılar. Sabah biraz fərqlidir. Qarabağdan heyət olaraq biraz cavan futbolçular var. Qarabağda demək olar ki, çoxdan iştirak edən futbolçular var. İndi sezon bitəndən sonra baş məşqçilər daha yaxşı bilir, dəyişikliklər edəcəklər, necədir. Mən bizdə bir sözü həmişə deyirəm, hər verilişdə deyirəm, sonra indi həmkarım bəlkə də kimsə tərcümə edəcək ona. İşte, Sabahın məncə qapıçı mövqeyi Çempionlar Liqası üçün deyil. Bunu yəqin fikirləşərlər. Qarabağda yaşanan bu enişin səbəbi indi sakit başla real olaraq dəyərləndirsək nə oldu? Məncə Qarabağ Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil elədi və ağır bir turnirdə yəni gözlənilmir. Həqiqətən də bir futbol ictimaiyyəti olaraq da gözləmirdik ki, o qədər o pillələrə gəlib çatacaqlar və bunun bir yorğunluğu, bunun bir stresi onlara daxili çempionatda böyük təsirini göstərdi və heyətin də gələcək üçün belə bir şans düşsə, gələcəkdə belə bir inşallah Allah nəsib eləsin, belə bir şans düşsə, daxili çempionat üçün də heyətinin az olması və kubok var, Azərbaycan çempionatı var və Çempionlar Liqası, bu 3 liqa üçün heyətin kifayət olmamağı bunlar üçün də bir təcrübə oldu. Bugün həqiqi çox danışdıq. Maraqlı hadisələr çox oldu. Təşəkkür edirəm gəldiyinə görə. Biz bu müddətdə sizdən sağollaşırıq. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşmək üzrə. Sağ olun.